Azərtelekom şirkətinin direktorlar şurasının sabiq sədri, Ailə TV və Kaspian Telekom MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyevə hökm oxunub. News 24 Az Qafqaz Infoya istinadən xəbər verir ki, məşhur iş adamı Cinayət Məcəlləsinin 133 və 151-ci maddələri üzrə ittiham edilərək ötən ilin aprelində həbs olunub. Xəzər rayon məhkəməsində keçirilən prosesdə bildirilib ki, iş üzrə zərər çəkmiş şəxs Fuad Allahverdiyevin keçmiş həyat yoldaşıdır. Əvvəllər Azərreil voleybol klubunun üzvü olmuş Allahverdiyeva bildirib ki, 2022-ci ilədək evli olduğu Fuad ona qarşı mütəmadi fiziki zorakılıq edib. Müxtəlif qadınlarla birgə seksual xarakterli hərəkətlər etməyə vadar edib. O iddia edib ki, keçmiş əri yaşadıkları Şüvalan qəsəbəsindəki villada çoxsaylı məclislər təşkil edib. Həmin məclislərə rəqqasələr və sevgi münasibətində olduğu qadınlar da dəvət edib. Fuad Allahverdiyev isə həyat yoldaşının əxlaqsız həyat tərzi sürdüyünü, ona böhtan atdığını deyib. Daha sonra keçmiş arvadının ondan 400 min manat oğurladığını iddia edib. Xəzər rayon məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevə 133-cü maddəsi üzrə 2 il azadlıqdan məhdudlaşdırılması cəzası verilib. Məhkəmə ona qarşı Cinayət Məcəlləsinin 151-ci maddəsi üzrə bəraət verib. İş adamının həbsdə saxlanıldığı 10 ay 18 gün müddət cəzadan çıxılıb və onun üzərinə qəti olaraq 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Üzərinə elektron qolbaq taxılan məşhur biznesmen məhkəmə zalında sərbəst buraxılıb.